Salam müəllimlər, bugünkü mövzumuz artıq 6-cı sinifdən 23-cü mövzumuz olan tərəvəz xörəklərinin hazırlanma texnologiyası mövzusudur. İnsanın sağlam qidalanmasını tərəvəzsiz təsəvvür etmək mümkün deyil. Həmçinin tərəvəzlərin tərkibində vitaminlər, mineral maddələr var. Sarımsaq, soğan, turpun tərkibində xəstəlik törədən bakteriyaların, göbələk virusların inkişafını ləngidən maddələr var. Tərəvəzlər müsbət 1-dən müsbət 3 dərəcə Selsiyə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. İstemal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə etmək lazımdır. Üst qatı olmayan metaldan istifadə edilməməlidir. Tərəvəzləri duz qatılmış, qaynayan suda bişirmək lazımdır. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yer kökü, ağ soğanaqları olan cəfəri kərəviz tərəvəzləri qaynatmamazdan əvvəl onları yağda qızartmaq lazımdır. Bişirmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Tərəvəzlərin üzəri su ilə tam örtülməli, qazanın ağzı qapaqla sıx bağlanmalıdır. Aşbazlıqda tərəvəzlərin təsnifatı deyəndə nəyi nəzərdə tuturuq? Meyvə tərəvəzlər qrupunda meyvə köklər, kök yumrusu, kələm fəsilələr, qabaq fəsilələr, paxlallar, quş üzümü fəsi, yarpaqlar və soğanaqlar var. Meyvə köklər dedikdə şalğam, çuğundur, yer kökü, turp, qırmızı turp, soğanaqlı cəfəri və kərəviz daxildir. Kök yumrusu dedikdə kartof, yer badamı, batat və şirin kartof daxildir. Kələm fəsilələr, ağ və qırmızı beş kələm, gül kələm. Qabaq fəsilələrə xiyar, qabaq, yunan qabağı daxildir. Paxlallara noxud, lobya, paxla, yer fındığı, quş üzümü dedikdə pomidor, badımcan, şirin bibər, yarpaqlara kahı, vəzəri, kərəvəzlə kahını qatışdırmayın müəllimlər. Kərəviz desək meyvə kökçülər, kahı vəzəri desək yarpaqlılar. Soğanaqları isə şalğam oxşar soğan, sarımsaq və kəvər daxildir. Həmçinin burada da kəvər və kərəviz. Bunu bəzən müəllimlər qatışdırır. Kərəviz meyvə köklülərdir. Kəvər deyirsə, bu artıq soğanaqlılara daxildir. Tərəvəzdən müxtəlif çeşidli xörəklərlə yanaşı balıq və ət üçün qarnirlər də hazırlamaq olar. Bəs qarnir nədir? Ət və balıq xörəklərinə olmuş bişmiş tərəvəzdir. Tərəvəzlərin isteğmalı dedikdə qaynatma, qızartma, qaynatma, qızartma, isteğmal. Kombin edilmiş dedikdə isə pörtlətmə və qızartma. Qaynadılmış tərəvəzlər dedikdə nəyi nəzərdə tuturuq? Böyük miqdarda mayedə, yəni su, süd, ət suyu bişirilmiş tərəvəzdir. Qaynadılmışdır böyük miqdarda sözü bizim əsas açar sözümüzdür. Bəs qızardılmış tərəvəz nədir? Mayesiz, yağ əlavə edilərək isteğmal yolu hazırlanmış tərəvəzdir. Yağ əlavə edilmiş qalın dibli tavada ərinmiş bol yağla sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsuldur. Ən geniş yayılmış üsul hansıdır? Qızardılma üsulu. Bəs pörtlədilmiş tərəvəzlər nədir? Əvvəlcədən yarı hazır vəziyyətə qədər qaynadılır və qızardılır. Sonra qızardılmış soğan, ədviyyat və ət suyu əlavə edilir. Yarı vəziyyətə qədər sözün gördünüzsə pörtlədilmiş tərəvəzlərə aiddir. Sobada bişirilmiş, əvvəlcədən qaynadılır. Yarı hazır vəziyyətə çatana qədər qızardılır. Sonra isə xama və ət şirəsi əlavə etməklə sobada bişirilmə 200-300 Selsi dərəcədə bişirilir. Heç bişirilməmiş çiğ tərəvəzlərdə sobada bişirmək olar. Bəs köz üzərində bişirilmiş tərəvəz dedikdə nəyi nəzərdə tuturuq? Tərəvəzlərə badımcan, pomidor, biber, kartof daxildir. Yuyulur, közün üzərində bişirilir, sonra qabıq təmizlənir, doğranır və süfrəyə verilir. Bir daha təkrar edirəm. Yuyulur, sonra közün üzərində bişirilir, sonra qabıqları təmizlənir, doğranır və süfrəyə verilir. İlkin emal zamanı isə növlərə ayırma, yuma, təmizləmə və doğrama daxildir. Nədir növlərə ayırma? Tərəvəzlər keyfiyyətinə, yetişmə dərəcəsinin ölçülərinə görə növlərə ayrılır və yarpaq, budaq, tumurcuqlar seçilərək ayrılır. Qidaya yararsız olanlar, yəni çürümüş, kal, çox yetişmiş, solmuş tərəvəzlər seçilib kənarlaşdırılır. Bəs yuma nədir? Çirk, torpaq qalıqları, müxtəlif kimyəvi maddələr yuyulub təmizlənməlidir. Təmizlənmədə meyvə və tərəvəzin yeməyə yararsız, yəni zədələnmiş hissələri təmizlənib o hissədən götürülür. Təmizlənəndən sonra tərəvəzlər təkrar yuyulur. Bəs doğrama nədir?
yeməyə cəlbedici xarici görünüş vermək və eyni bərabərdə isti emal etmək üçün təmizlənmiş meyvə və tərəvəzləri doğramaq lazımdır və doğrayarkən isə səliqəli doğramaq lazımdır ki, görünüşü cəlb etsin. Bəs tərəvəz salatının hazırlanma texnologiyası nədir? Salatı biz bir və ya bir neçə tərəvəz növündən, ət, balıq, yumurta ilə birləşməsindən ibarət soyuq yeməkdir. Salat hazırlayarkən çiğ, qaynadılmış, marinada qoyulmuş və duzlu tərəvəzlərdən istifadə edilir və tərəvəzin doğranma forması olaraq 8 forması var. Tiricik, dairəvi, nazik saman çöpləri, kvadrat, kub, dilim-dilim, halqa və yarım halqa olmaqla 8 üsula bölünür. Hazırlanma üsulunda ilk növbədə tərəvəzin ilkin emalı, sonra doğranması, salata xamam, mayonez, bitki yağı əlavə edilib süfrəyə verilir. Süfrəyə verildikdən sonra ehtiyatla qarışdırılır. Baxın müəllimlər, bəzən müəllimlər deyir qatışdırılır, sonra süfrəyə verilir. Xeyr, süfrəyə verildikdən sonra qatışdırılır. Hazır salat su qablara qoyulur və üstü bəzədilir. Hazırlanmış salat qısa zamanda süfrəyə verilir. Turşu C vitamini sabitləşdirici üçün xırdalanmış tərəvəzə dərhal bitki yağıdır, xamada sos əlavə edilir. Menyunu isə düzgün tərtib etmək üçün biz qızardılmış ət və balıq xörəkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən istifadə edirik. Və həmçinin burada da təhlükəsizlik və sanitariya qaydaları var. Bunlara da diqqət yetirərsiniz. Dərsimizin izahı bu qədər.